Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Premier Liqanın izləyiciləri. Premier Liqada yaz mövsümü davam edir. Son qrup oyunu 9-cu tur. Bəs bu qarşılaşmada biz Bakı və Spartak Bakı komandalarını üz-üzə görük. Qarşılaşmadan öncə hər iki komandaya uğurlar arzu edək. Güclü olan qalib olsun deyə kimlidirəm maraqlı və məhsuldar oyunun şahidi olacaq. Meydana sol tərəfdə göy qara geyimdə biz Bakını sağ tərəfdə ağ geyimdəsi Spartakı görük. Görə bu qarşılaşmanın, bu duellonun qalib tərəfi kim olacaq? Nedirəm, seyri gözəl, məhsuldar, bol qollu bir qarşılaşma izləyərik. Artıq hər şey hazırda. Ədəli təmsilçisinin işarəsi ilə də qarşılaşma start götürməlidir. Bir qədər də start heyətlər barəsində bəhs edəcəm. Nasıl ki, Bakıda biz qapıda Fəruq Əliyev görürük, təcrübəli qol-kiper, müdafiədə Kamil Mahmudov və Elçin Zeynalov mübarizə aparacaq. Mərkəzdə Cavid Bayramovun nömrəli forması ilə onun qurucu mövqedə, hücumda isə Fərid Məmməzadə ilə Güvən Məmmədovu izləyəcəyik. Spartak Bakıda isə qapıda Xəyal Bayramov, müdafiədə Heydər Qarayov, onunla bir Yaxşin Qurbanlı, mərkəzdə Riyad Hənifəyev, hücumda Hacı Rüstəmov və Salman Cəfərov. Hərçənd ki, əvəz etmələr başlayan zaman bundan nəzərinizə çatdıracağam. Texniki zonada da bir neçə oyuncu var. Artıq o işarə gəldi, qarşılaşma start götürdü. Biz bir də hər iki komandaya uğurlar arzu edək. Güclü olan qalib olsun deyək. Riyad Hənifəyev. Aleykümselam, yeni gəlirlər. Bizi xoş gördük. Ekranımızı aram-aram nə edirik? Bəyənirik dostlar, qardaşlar, zəhmət olmasa bir daha qeyd edirəm. Premier Liqanın yaz mövsümü 9-cu tur. Artıq son turdur. Bundan sonra play-off'lara keçid alacağıq. Hansı ki, ilk görüş Bakı və Spartak arasında baş tutur. Qarşılaşma yine başladı. Hələ ki, qolsuz bərabərlik var. Təbii ki, 2 dəqiqələr olduğu üçün bir qədər kəşfiyyat xarakterli, siz təmkinli, yəni sakit məcrada keçə bilər. Cavid Bayramov ilk dəqiqələrin təşəbbüsü ilə keçirmək istəyir Bakı tərəfi. Topun nəzarətini özlərində saxlamaq istəyirlər. Elçin Zeynalov da bunu ötürməsi Kamillə oynadı. Mahmudov gərək nə edəcək? Elçin Zeynalov düşünsə də düşündüyü kimi alınmır. Yaxşin Qurbanlıdır bu. Təcrübəli oyuncu. Topu qazandı Bakı tərəfi. Fərid Məmməzadə bir qədər ayaq saxladı. Elçin oynadı. Minnətlərim İbrahim Varol. Ekranımızı bəyənənlər. Sizlər də minnətlərim aşağıda. Hər birinizin adını görürəm. Hər birinizə fərd olaraq ayrı-ayrı minnətlərimi bildirirəm. Suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Mən də cavablandırmağa hazıram. Xəyal Bayramov, Spartakın kiperi, qol-kiperi. Salman Cəfərov. Komandan əsas qol silahıdır, əsas qol maşınıdır. Bombardiler siyasında da yer alır. Yaxşin Qurbanlı. Azil oynadı. Rüstəmov. O da Kamilin cəhdi var idi. Topu qazanmaq isə qaydalar çərçivəsində baş tutmur. Ara məsafəsi istənildi. Standart vəziyyət yerinə yetiriləcək. Premier Liqanın yaz mövsümü 20 yanvar Asfar Arena. 9-cu tur. Son turda daha sonra play-off'lara keçid alacaq. Bu görüşdə, ilk görüşdə Bakı və Spartak komandaları üzləşir. Güvənin ifasında zərbə izlədik. Top bir xeyli qapının üzərinə meydanı tərk edir. Hələ ki, qeyd etdiyim kimi bir qədər kəşfiyyat xarakterli oyun izləyirik. Dəqiqanla doğru ötürməm. Akşinin təzyiqi olsa da Fərid və daha sonra qapçıya qədər gəlib çatır top Fəruq Əliyev. Bugün bir-birindən maraqlı 3 görüşdə olacaq. Təbii ki, bu görüşdə onların daxilindədir. Yəni bundan sonra daha 2 qarşılaşma var. 18:00-da və 22:00-da. Cavid Bayramov, endirilən zərbə Xəyal. Kamil öndə qaldı Mahmudov. Fərid Məmməzadə. Əlləri bağlı olduğu üçün Kamil bir qədər geriyə qayıtmaq məcburiyyətində qaldı. Elçin Zeynalov. Cavid Bayramov Kamil özünü təklif edir. Bu ötürmə onun istiqamətindədir. Kamil yayına bilmədi rəqimdən. Salman Cəfərov topu ələ keçirdi. Salman bir qədər topla irələdi. Salman Cəfərov Riyadlı oynadı. Hənifəyev. Hacı Rüstəmovdur bu.
Heydər bir qədər geriyə qayıtdılar. Təbii ki, bu bir qədər də rəqiblərini üzərlərinə çəkərək. Bu dəfə də boşluqlar tapmaq yönümlü ola bilər. Salman Cəfərov. Akşin, Hacı Rüstəmov. Gözlətmədən cina dəyişilir. Texniki zonaya da bir qədər nəzər yetirir. Hansı ki, Spartakdan başlayaq ehtiyatlar sxemiyasında. Rəhbər Raib Hüseynovun komandanın rəhbəri kapitanı Raib Hüseynovun yanında məhz Azər Gərayov və Rəvan Cabbarovu görürəm. Digər tərəfdə isə Bakıda isə kapitan Əmrah Əməlcanlı oynayanda Hüseyn Abbas daha doğrusu yer alır. Əvəz etmələr başlayan zaman təbii ki, bunu nəzərimizə çatdıracağım. İndi isə standart vəziyyəti izləyək. Ədalət təmsilçisi mənim işarəmdən sonra deyə qeyd edir. Salman Cəfərov topun arxasında görək. Duran top şansını necə dəyərləndirəcək? 3 nəfərdən ibarət canlı səd var. Təcrübəli gol kiper Fərruq qapısında diqqətli. Salman Cəfərov zərbədə dəqiq ola bilmədi. Baron İkramcı bəyənindən minnətdarım. Aşağıda darınızı görəm. Hər bir zaraqda təşəkkür edirəm. Bəyənməyənlər sizlər də bir qədər təkan zəhmət olmasa və bu arada suallarınız da varsa cavablandıra bilərəm. Fərruq Əliyev. Elçin oynadı. Spartak oyuncuların öndə artıq təzyiq etmək istəyir. Cavid Bayramov müdafiədən çıxarmağa bacardılar. Hücuma da səy göstərə bilərdilər. Akşin. Heydər Gərayov. Akşin Qurbanlı. Riyad Əliyev qaççıl oynaya bilər Xəyal Bayramov. Cavidin öndə təzyiqi var idi. Sanki bu təzyiq öz bərəsini göstərdi. Orada Heydər cəhd etsə də topu meydanda saxlaya bilməmişdi. Kamil Mahmudov. Görə nə düşünür? Bir qədər göz gəzdirdi, boşda komandalaşını görmədiyi üçün geri qayıtmışdı. Elçin Zeynalov güvən rəqibinə yayına bilmədi. Hacı Rüstəmov, Fərid qarşılıqlı top itkisi izlədik. Bir də qeyd edirəm, 20 yanvar Asvar Arenada Premier Liqanın yaz mövsümü 9-cu tur, hansı ki son turdur. Növbəti həftədən playoff qarşılaşmaları başlayacaq. Son turda qələbə kimlə olacaq? Bakı yoxsa Spartak? Elçin Zeynalov. Elçin. Raib. Gedişətdən narazıdır. Bir dəqiqəlik taymat götürdü. Komanda yoldaşlarını itirmələrini yanına çağırır. Həm tapşırıqlarını verəcəksən ki, bəzi məqamlarda etdikləri səhvlərlə bağlı iradlarını da bildirə bilər. Baron İkramcı bəyənindən minnətdarım. Bəli, 20 yanvar Asvar Arena. Nə sualınız varsa yaza bilərsiniz. Mən belə boşluqlarda, belə fasilələrdə çalışıram ki, hər birini cavablandırım. YouTube'da da Premier Liga, Yasas Premier Liga Baku YouTube kanalında bugünə çəkilən oyunların tam icmalı artıq bir neçə saat sonra həmin kanalda olacaq. Qarşılaşmada hələ ki qol yoxdur, hələ ki tilsim qırılmayıb, hələ ki qapının kilidini açmaq mümkün olmayıb. Hər iki tərəf adlı əmlələr izləmişik. Amma hələ ki qol yoxdur, qolsuz bərabərlik hökm sürür. Elçin Zeynalov, görən deyim, taymatdan sonra hesabda dəyişiklik olacaq. Kamil Mahmudov. Elçin Zeynalov, güvənlə oynadı. Bu arada taymatdan sonra əvəz etmə var. Rəvan Cabbarov komandanın gənc üzvlərindən Rəvanı biz meydanda görürük. Spartakın heyətində əvəzinə oyunçu isə Hacı Rüstəmov, həmçinin Azər Gərayov da artıq meydanda daxil olub. O isə Riyad Hənifəyev əvəzləyib. Bakı isə hələ ki start heyətlə mübarizəni davam etdirir. Bunlar adına hələ ki dəyişiklik yoxdur. Salman Cəfərov top ələ keçirdi. Silahda Azər hərəkətləmişdi. Salman Rəvanla oynadı. Cabbarov. Elçin Zeynalov var qarşısına Rəvan. Salman. Onun önünü bağladılar. Bir gedir geriyə oturma Heydər Gərayov. Xəyal Bayramov.
Akşin Qurbanlı, təcrübəli oyuncu. Bitirmək istəyin deyə komanda yolçularına səslənir. Azər Gərayev. Azərə qarşı qayda pozulub. Kamil Mahmudov orada topu qazanmaq istədiyi əsnada rəqibinin ayağına müdaxilə etmişdi. Xəyal Bayramov Akşinlə oynadı. Azər Gərəvin ötürməsi Akşin Qurbanlı çevirdi. Rəvan Cabbarov müfəssəl qolunmuş bir əmlə idi. Gözəl ötürmələr, möhtəşəm kombinasiya. Qolla nəticələnir artıq. Spartak Bakı öndədir. Görüşdə isim qırıldı. Rəvan Cabbarov bir qədər əvvəl texniki zonada idi və görüşdə qapının kilidini açmağı o bacarır. Görə Bakının buna cavab olacaqmı? Yoxsa Spartak bir tərəfli qollar vurmağa davam edəcəkmi? Fərruq Əliyev, Elçin Zeynalov ötürmələrlə top müdafiədən çıxarmaq istəyirlər. Kamil Mahmudovdur bu. Bakının heyətində əvəz etmə var. Komandanın əsas kapitanı, sabiq kapitanı Əmrah Emircanlı artıq meydandadır. Spartakın əmləsi Rəvan Cabbarov. At yerinə yetirilir. Bakının əmləsini izləyəcək Elçin Zeynalov. Bir qədər ayaq saxladı, Kamil oynadı. Qarşılaşmada artıq 11 dəqiqəni geridə qoymuşuq. Orada Elçin Zeynalovla Cavid Bayramov arasında anlaşılmazca bir-birlərini başa düşmədilər. Salman Cəfərovla Spartakın yeni əmləsi başlaya bilər Akşini qat əmləyə. Akşin Qurbanlı. Rəvan özünü təklif edirdi. Divar pası idi bu. Akşin Qurbanlı. Taban ötürməsi Rəvan. Fərruq Əliyev üçün çox da çətin olmadı. Salman, bax bu sərbəst zərbədir. Salman ayağını yüksək qaldırmışdı. Ədalət təmsilçisinin gözündən yayınmadı. Kamil uzaq məsafədən zərbə qeyri dəqiq. Xəyal Bayramov. Akşin Qurbanlı. Xəyal bir ara görməsi Elçin Zeynalov rəqibini təqib etdi və qabaqlama bacarmışdı rəqibini. Kamil Mahmudov. Solaxa öncə yerlə zərbə. Salman. 2 nəfər var önündə. Salman Cəfərov. Artıq meydan tərk etmişdi. Eləməz Salmanın özünə. Kamil Mahmudov. Elçin Zeynalov. Cavid Bayramov topladı. Cavid. Xəyaldan keçid yoxdur. Out. Zeynalov. Güvən Məmmədov. Güvən. Öz komanda yoldaşına dəydi Əmrah. Rəqibdən çıxış edir sanki bu epizodda. Komanda yoldaşının zərbəsini qarşısını kəsmişdi Azər. Topu necə qapıya yönəltsin deyə özü bir intizar yaşadı, tərəddüd yaşadı. Kamil Mahmudov araya girdi. Ötürmədə rəqiblərin ötəsinə zərbə indirməyə bacarır. Bakı bərabəri qolunu tapır. 1-1 hesab bərabərləşir. Kartlar yenidən paylanır meydanda. Spartak 1, Bakı 1. Elçin Zeynalov. Elçin Zeynalov. Ələr eksi verdim. Refleksi yerindədir. Görün beni. Kamil. Kamil. Elçin Zeynalov. Orada Azər təzyiq vardı. Azər, Rəvan Cabbarov. Rəvan dirəyə dəydi Cabbarov. Sol ayaqla zərbə indirdi uzaq küncə artıq. Fərqi aşmışdı top. Salman. Bu yerə Salman bacardı Cəfərov. Güvən orada pressing etmək istədi. Amma qaydan da pozub.
Var olun ekranımızı beğenenler, minnettarım. Bu arada Bakıda faullarını say artıq 4'dür. İkisine sonuna qədər daha diqqətli, daha ehtiyatlı olmalıdırlar. Daha 2 faul. 2 qayda pozuntusu qapılarında 10 metrlik zərbə görmək deməkdir. Bir qədər ehtiyatlı davranmalıdırlar. Rəvan son müdaxilə Güvəndən. Rəvan Cabbarov. Yok yok. Elçin Zeynalov. Salman Cəfərov. Güvən təzyiq vardı bu dəqiqələrdə komandası adına. Ən inamlı mübarizə aparan oyunculardan biridir. Elə bəhsi gedən, sözü gedən oyuncu orada Rəvan. Qaydanı pozub. Elçin Zeynalov topun arxasında. Canlı sət qurulacaq. Yaxşı bir imkandır. Hesabda önə keçmək adına, Bakı adına. Dirək standart vəziyyəti necə dəyərləndirəcəklər? Bir nəfərdən ibarət canlı sət var. Ötürmək Kamil. Uğurla alınmadı. Xəyal Bayramov. Salman ön istiqamında sadəcə bir qədər sanki izafi gücdən istifadə etmişdi Xəyal Bayramov. Elçin Zeynalov. Güvən. Heydərdən yani yerli ötürmə. Bravo. Toxuna bilmir. Güvən. Orada cəhd etsə də topu meydanda saxlaya bilmədi. Akşin Qurbanlı. Akşin diagonala doğru ötürməm. Cavid Bayramov. Əmrab. Əmircanlı, Fərruh. Güvənə doğru ötürməkdə Akşin qarşıladı. Xəyal Bayramov. Topu meydanda saxlama bacarır. Yaxşı etmə ötürmə uğurlu alındı. Veydər Garayev. Rəvanla oynadı. Görüşdə məhz tilsim o qırmışdı. Rəvan! Elçin Zeynalov. Kamil. Cavid Bayramov. Rəvan Cabbarov. Azər. Rəvan. Akşin Qurbanla başla zərbəsi uğurlu alınmadı. Elçin Zeynalovla Bakının əmləsi başlayacaq. Akşin yerlə zərbə, Fərruh uzandı. İki hissədə artıq təxmin olaraq 5 dəqiqə, son 5 dəqiqə, 20 dəqiqəlik
Vaxt dilimini artıq gerdə qoyuruq. Hesab 1-1 Myanmar Asfar Arenada 1-1'lik bərabərliyi var. Ekranımızı bəyənənlər var olun, minnətlərim. Xeyal Bayramov. Hesab bərabərləşdikdən sonra temp yenidən bir qədər aşağı enib. Təmkinli mübarizəyə keçid almışıq. Xeyal, soyuqqanlıdır qapçı Bayramov, ötürməm. Salman Cəfərov, Rəvan. Əmrab, Əmir Canlı araya girdi. Akşin Qurbanlı. Azər topladı, Gerayev. Akşin. Kamil Mahmudov da bu rəqibinə vurub meydandan çıxarır. Güvən. Güvən ötürməsi orada. Akşin əlinə dəyər top. Güvən. Azər rəqibini qaballadı Xeyal Bayramov. Sərgəs salındı ötürmə. Fəruq Əliyev görək komandalar fasilədən öncə hesabda dəyişiklik edə biləcəyim, yoxsa fasiləyə sülh bağlayaraq mı yollanacaqlar? Akşin Qurbanlının zərbəsi idi Fəruq Əliyev. Yaxın küncünü bağladı. Heydər Garayev. Salman oynadı. Salman Cəfərov. Heydər. Salman yenidən top istədi Cəfərov. Aslında Fərid var görən eləcək. Bir qədər geri qaydı. Riyad Ənifəyevdir bu. Güvən qarşıladı. Riyad Akşin. Salman. Fərid rəqibini təqib edirdi. Heydər. Xeyal Bayramov. Akşin Qurbanlı. Kamil var qarşısına ötürmə. Azər hazır deyildi. Öncə o bitirmə zamanı Azəri düşünmüşdü Kamil Mahmudovun. Sərbəsinə bir müdaxilə. Mən siyir gəlmişən xatırladaq ki, bərabərlik qolunun müəllifi oldu Kamil Mahmudov. Görüşdə isə tizimli Rəvan Cabbarov qırmışdı. Vaxt tükənir artıq ilk hissədə son dəqiqələrdə Fəruq özü də zərbə indirə bilər. Fəruq Əliyev boy ötürmə idi. Elçin Zeynalova çatmadı. Əksəmli olacaq Riyad Ənifəyev. Ənifəyev. Özü də məyus görünür. Onun gözlənilən zərbə bu deyildi. Qapçının öz istiqamətdə olduğundan istifadə etmək istədi. Aşırtma sayağı adlandıracağım bu zərbəni. Çünki aşırtma alınmadı. Fəruq Əliyev, var ötürməsi Elçin Zeynalov. Fərid oynadı və Məsadə. Xeyal Bayramov vaxtında qalasını tərk edir. Atım yoxsa kornermi mən tam anlamadım. Kamil Mahmudov Riyadla üzləşdi Ənifəyev. Kamil itirdiyi topu yerinə qazanmaq istəyirdi Salman. Yarımçı komandanın əmrlərini tamamlamaq istəyir. Salman Cəfərov ötürmə. Fəruq Əliyev. Daha sonra müdafiəçilər topu çıxardılar. Dəksəmləyə meyli desəklər. Cavid ötürmək istəyirdi. Kamil bir qədər ayaq saxladı. Güvəni qalxdı əmləyə. Güvən yayınır bir rəqibindən görə kiminlə oynayacaq? Bəli, Myanmar Asfar Arena Premier Liqanın yaz mövsümü qrup oyunlarında artıq son turda, 9-cu turda oynanılan birlik qarşılaşması və növbətən artıq playoff görüşlərinin şahidi olacaq. Bu qarşılaşmada Bakı və Spartak komandaları üzləşir, hesab isə 1-1-dir. Ekranımızı bəyənənlər var, minnətlər, amma şahtatlarınızı görürəm. Riyad Ənifəyev. Azərən aldı, amma ardı gəlmədi. Salman Cəfərov. Fərdin təzyiqi var idi. Ədalət təmsilçisi
Korner işarə edir. Elçin Zeynalov. Xeyal. Güvən qarşıladı. Riyad Hənifəyev. Bir qədər sil ötürməkdir. Yarıq yaxşı oynadı. Baş tutar ya, baş tutar. Elçin Zeynalov. Artıq mənim saatımla vaxt tükənir ilk hissədə. Son saniyələrdir. Ədalət təmsilçisi daha nə qədər mübarizəni davam etdirəcək. Cavid Bayramov, Elçin Zeynalov. Fərid. Salman. Akşin Qurbanov. Akşin Qurbanov. Riyadın ötürməsi Eydər. Akşin orada Elçin Zeynalovla mübarizə var Akşin. Qurbanına görə nə edəcək? Topa aydın müdaxilə ədalət təmsilçisi davam dedi. Sənin qərarında haqlıdır. Salman, məndə güvən var. Heydər Qarayev. Və bu iki hissənin son epizodu son cəhdi oldu referim. İki hissəni bitirir, komandalar fasilə bir-birliyə bərabərlik olanlar. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik.